Hər vaxtınız xeyir olsun, hər gününüz xeyirli açılsın inşallah. Deməli, toyuğun sinə ətindən dolma hazırlayıram. Həm kələm dolması, həm də yarpaq dolması eləyirəm. Deməli, duzun, istiyotun, sarı kökün, düyüsün qatıram ətə və hamısını qarışdırandan sonra kələm dolmasının və yarpaq dolmasının ətini ayırıram. İndi gördüyünüz kimi əti ayırdıqdan sonra indi görəcəksiniz. Məsələn, kələm dolmasına mən göyərti vurmuram. Biraz darçın, duzu, istiyotu qatmışdım ümumilikdə. Biraz darçın vururam və reyhan olarsa reyhan vururam. Yoxum idi deyə vurmadım. Yarpaq dolmasına da quru nanə, keşniş, şüyüd qatdım və qəşəng onları qarışdırıram. Məsələn, mən nəinki mən biz tərəfdə yəni kələm dolmasını göyərti ilə sevmirik də. Yəni bəzi zonalarda göyərtini ilə biz sevmirik göyərtini. Darçındır mütləq şəkildə az da olsa vururuq və heyvadır, olmazsa olmazı. Və başlayıram kələm dolmasını bükməyə. Təzə kələm idi, həm də təzə yarpaq idi. İnan, həqiqətən də bu mövsümdə ləzzəti bir başqa olur da. Təzə kələmdir, təzə yarpağın. Kələmlərimi bükürəm. Allah hər birinizin ruzusunu bol eləsin. Allah hər kəsə ruzu, bərəkət, necə bolluğu versin inşallah. Və ətimdən biraz qalmışdı. 2 dənə bibərin içində doldurdum, qoydum. Pişsin və yenə də olmazsa olmazım. Heyvadır, dilim-dilim doğrayıram. Yəni heyvasız dolmanı təsəvvür etmirəm də, yəni həqiqətən də. Mütləq şəkildə heyva olmalıdır kələm dolmasında. Və gördüyünüz kimi dilimlərə doğradım dilim-dilim və üzərinə belə qoydum. Qoydum kələm dolması bişsin. Çox, belə deyim də, bir stəkan, belə böyük çaşqa ilə bir çaşqa su əlavə etdim üzərinə, gəzdirdim, qoydum bişməyə. Üzərinə də bir boşqab qoyub bişməyə qoydum və pomidorları da bu cür soyub, xırda-xırda doğrayıb kərə yağında qovururam. Duzu, istiyotun, sarı kökün vururam. Və qovurulandan sonra bu arada da dolma da bişir. Dolmanın üzərinə gəzdirirəm. Bu cür yağa düşür, qəşəng. Artıq demək olar dolma da hazırdır. Biraz da qaynayır, yağa düşür və altını söndürürəm. İnanın, ətri o qədər gözəl gəlirdi ki. Və yarpaq dolmasını da keçdim. Onlar o bişənə qədər yarpaq dolmasını bükürəm. Yarpaq dolmasını da islatdım qaynar suda və bu cür başladım bükməyə. Bükürəm, əslində balaca bükmüşəm, amma böyük görsənir nəsə. Və buzluğa qoydum yarpaq dolmasını. Göz haqqınızı halal edin. Like etməyi unutmayın. Allaha əmanət olun.